Allah, selamun aleyküm. Demək dostlar, bəzi atalar var, hər bir kənddə, hər bir rayonda var. Demək bəzi atalar var, onların cibinə əgər 5 manat qazana bilirlərsə, 5 manat cibində olursa, o 5 manatı ancaq öz balaları üçün xərcləyir, ailəsi üçün xərcləyir. Yəni ancaq övladlarını fikirləşir, özünü yaddan çıxardır, belə deyək, məcazi mənada. Təbii ki, o insanlar belə deyim də, gündəlik işləyində olur, olmayanda yoxdur da. Biz həmin insanları indi bu səfər sevindirmək istəyirik. Demək bu köynəklər 25 manatdan düşdü 10 manata, endirmə düşdü. Biz də getdik, 14 dənə bundan aldıq, həmin o atalara ihsan eləyərik. Allah hifz eləsin, Allah köməklərini qorusun. Bir də ki, burada hər bir yaxşı işin içində qara nöqtə axtaran qardaşlara deyirəm. Vallahi deyirəm, Allaha dua eləyin, Allah sizə lütf eləsin. Yaxşı işin içində qara nöqtə axtarmayasınız. Fərq eləməz, sosial şəbəkədə olsa, yəni real həyatda olsa, harda bir yaxşı iş görsəz, ona sevinin. Şayət sevinə bilmirsinizsə, Allahdan dua eləyin ki, Allah sizin qəlbinizi patlasın. Hər kəsin bir cür səhvi var. Heç kim ideal deyil. Məsum 14 nəfərdir. Bizim xatamız da var, səhvimiz də var. Siz də o çox böyük bir, yəni belə deyim, yaxşı iş deyil o. Hər bir yaxşı işin içində qara nöqtə axtarmaq. Allaha dua eləyin ki, Allah qəlbinizi paklasın, o qara nöqtəni axtarmayasınız. Biz qısa bir ömür yaşayırıq. Vallahi deyirəm, bu dünyanı köçəcək. Yəni hamımız, atamız, dədəmiz, babamız, nənəmiz necə köçüb, biz də ardıcıl olaraq vaxt gəlib biz də köçəcəyik bu dünyadan. Yəni qoyaq pisliyi bir qırağa. Vallahi deyirəm, mehriban olaq. Allah sizi qorusun.